Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bugün sizlə həqiqi üslü qüvvət mövzusuna aid bir sual cavab paylaşacağım. Diqqətlə qulaq asın. Bizdən verilmiş ifadənin sadələşdirilməsini tələb edir. İlk öncə verilmiş ifadəni olduğu kimi yazaq. Demək nədir? 6-cı dərəcədən, 6-cı dərəcə kökün altında a kubu vurulsun kvadrat kökdə a. Məxrəcdə a üstündə 0,25-dir. Bunu yazıram a üstü 4-də 1. Bərabərdir. Yazıram nə? Yenə 6-cı dərəcədən yazaq. 6-cı dərəcədən kökün altında a kubunu salıram kvadrat kökün altına. Olacaq nə? A üstündə 6 vurulsun a. Məxrəcdə a üstündə 4-də 1 kimi saxlayaq. Bərabərdir. Burada nə qaldı? Burada yazıram belə. 6-cı dərəcədən kvadrat kökün altından olacaq a üstündə 7. Məxrəcdə a üstündə 4-də 1. Burada bax biz bilirik ki, birinci kökün dərəcəsi, yəni 6-dır, onun altındakı kökdə ikinci dərəcədə. Onları bir kökdə yaza bilər. Yəni birincinin dərəcəsini vururam ikinciyə, yazıram. Yəni 6-nı 2-yə vursam nə edir? 12. Burada yazıram nə? A üstündə 7. A üstündə 4-də 1. Bərabərdir. Əslində bu qədər uzun getməyə ehtiyac yoxdur. Yəni ola bilər kimsə başa düşmür, ona görə belə ardıcıl gedirəm ki, yəni başa düşməyənlər də başa düşdüyünü öyrənsin bunu. Bunu yazacağım nə? A üstündə 12-də 7. Bu da A üstündə 4-də 1. Əsaslar eynidir, üstlər çıxılacaq. Yəni bərabərdir. A üstündə 12-də 7 çıxılsın 4-də 1. Bu nəyə bərabərdir? Ortaq məxrəc A-nı 12-ni göstərsək, olacaq 12-də demək neçə? 7 çıxılsın 3. 7 çıxılsın 3. Bu da bərabər olacaq. A üstündə 12-də 4. Bunlar da ixtisar getsə 1, 3. Nəyə bərabər oldu? Bərabərdir. A üstündə 3-də 1. Cavab oldu A üstündə 3-də 1. D bəndi. Bu qədər. İnanıram ki, aydın oldu. Sağ olun, salamat qalın.